il atdığınız ən cəsarətli addım nə oldu? Mikrofon önündə deyə bilmərəm onu. Rezil olduk baba. Bayramı harda qeyd edəcəksiniz uşaqlar? Bayramı evdə sayısın yeri qeyd edəcəm. Evdə təkə baxacaqsınız. Galiba. Sizi ən çox nə xoşbəxt elədi? Yemək. Bu il atdığınız ən cəsarətli addım nə oldu? İstədiyim qısama istədiyim demək. Saçımı rəngləməyim oldu məncə. Vallahi en cesaretledim hayata güzel bakmak. Yeni ilə harda qeyd edəcəksiniz? İştəyəm, simen deməmiş. 2025-ci ilə sağollaşmağımıza çox az bir zaman qalıb. Bizim isə paytaxt sakinlərinə bir neçə sualımız var. Gəlin görək 2025-ci il onların yaddaşında necə qaldı? ...2025-ci ildə sizi ən çox nə xoşbəxt elədi? Ümumiyyətlə il çox gözəl keçdi mənim üçün. Ümumiyyətlə ailəmiz üçün sağlıq, ruzi bərəkət, hər şey yerli yerində idi. Sizi ən çox nə xoşbəxt elədi bu il? Bu il PlayStation-da Ruslanı udmaq. Ancaq orada xoşbəxt edirəm, başqa heç nə yoxdur. Ruslan, niyə belə sevinib sənin udmağına, dostum? Həmişə uzur. Ona görə bir dəfə udanda sevinir. Nə xoşbəxt elədim. Zərbəti olmağım. 5 baldan əlaçılığı qaçırdım. Əlaçı olmaq istəyərdim, amma zərbəti olduq heç nə. Bu il atdığınız ən cəsarətli addım nə olub? Ən cəsarətli addım nə oldu? Nə oldu? Saçımı rəngləməyim oldu məncə. Nə rəngidə əvvəl? Əvvəl daha tünd idi, şabalıdı rəngi idi, indi sarışın oldu. Işığı girməyim. Oradakı kollektiv falan həqiqətən çox xoşuma gəldi. Mən sadəcə pul üçün girmişdim. Amma kollektiv, oradakı hər şey yəni xoşuma gəlir bu dəqiqə. Yeni ilə harda qeyd edəcəksiniz? İşdə. İşdəyəm, simen deməmiş. Nəvəm oldu. Heç nəyə bənzəmirsiniz? Çox sağ olun. Yeni ilə harda qeyd edəcəksiniz? İnşallah balalarımla. Mən də sizi təbrik edirəm. Neçə gözəl bayramlara çıxasınız. Nə xoşbəxt elədi? Yaxşı oxumağım. Qəşəng oxudun. Ən çox hansı fənni daha yaxşı oxudun? İngilis dili. Sən Azərbaycan dili. Ən çox da Azərbaycan dili sevirsən. Uşaqlar, bu il atdığınız ən cəsarətli addım nə oldu? Müəllimi incitməmisiniz? İncitmişəm. Neynəmsən? Çox. Sarı kart yemişəm. Verir. Niyə? Amma vermədi. Bilmirəm. Siz dəcəl uşaqlarsınız. Sinifdə birinci gedən yedik. Amma həm də dərslərinizi yaxşı oxursunuz. Dərslərimizdə normalım. Uşaqlar, Şaxta babaya inanırsınız? Yox. Niyə inanmırsınız? Elə dedim Şaxta baba var, məktəb yazmışdım, qoymuşdum yoxanın altına. Axşam atam gördüm ki, maşında mənə hədiyyə alıblar. Bildim ki, ondan sonra Şaxta baba yalan. Yaxşı günlərimiz, xoş günlərimiz oldu. Hər gün. Belə başa düşürəm, qəşəng keçib il sizin üçün. Keçib, bəli, pis keçməyib. 2025'te. Yo sevinmişəm ya, amma nəyə? İmtahanlardan keçdiyim. Yo mən həmişə sevincliyəm. Mən Həmişə nəyə sevinirsiniz? durduq yerə. Çox enerjili birisidir. Bu il bəs siz hansı cəsarətli addım atmısınız? Bizə pis gələn şeylərdən uzaq olmağa başlamışıq. Bizə neqativ eləyənlər. Sizə nə pis gəlirdi? Ətrafdakı insan. Mən atmamışam. Mən boş yaşayırmışam. 2025-ci ildə sizi ən çox nə xoşbəxt elədi? Travel eləmək, gəzməyə də getdim. Hara getdiniz? İstanbul, Abu Dhabi. Cəsarətli addım tək travel eləmək yəqin ki. Siz nə düşünürsünüz? Bu il sizi ən çox nə xoşbəxt elədi? Ümrə ziyarətində oldum. 2025'te belə deyək. Mən iş yerimi dəyişdim. Belə Xoşbəxt pis oldunuz. olmadı, yaxşı oldu. Axırıncı ilimiz idi universitetdə, ona çox xoşbəxt idik bu il. Sonra nə? Ki universiteti bitiririk axır ki. Все, axırıncı semestrdə все. Maalesef. Nədən? Etdi, torunumuz var. Bir tek o. Ha evet torunumuz oldu değil mi geçen? Torunumuz oldu. Evet, evet. Sizin de- 2026 umarım iyi olur.